Salam əziz ikincilər və valideynlər, sizləri kanalımda xoş gördük. Bugün isə 2-ci sinif Azərbaycan dili 2-ci hissədən səhifə 65 və 66-da olan tapşırıqları həll edəcəyik. Deməli, mətnimizin 2-ci hissəsini davam etmiş olarıq. Çalışma 6A, mətni oxuyun, tanış olmayan sözləri qeyd edin. 2-ci hissə. 3-cü gün yetişdi. Sübh tezdən Marafon yaxınlığındakı çöldə qızğın döyüş başladı. Əvvəlcə İran döyüşçüləri Yunanlıları ox yağışına tutdular. Atılan oxlar az qala günəşin qabağını tuturdu. Sonra qılınc döyüşü başladı. Yunanlılar düşməni üstələyirdilər. Cəsur Miltad zəng arabasında döyüş meydanının sağından girib solundan çıxırdı. Lakin İranlılar həddən artıq çox idilər. Həlak olan bir nəfərin yerini 5-i gəlirdi. Nəhayət Miltad qərara gəldi ki, ilanın başını əssin. Buna görə də İran ordusunun başçısını axtardı. İran sərkərdəsi böyük bir filin üstündə oturub döyüşü seyr edirdi. Miltad cəng arabasını düz onun üstünə sürdü. Filə çatanda düşmənin üstünə tullandı. Bir göz qırpımında xəncərini çıxarıb sərkərdənin boğazına dirədi və qışqırdı. Döyüşçülərinə dedi ki, silahı yerə qoysunlar, yoxsa boğazlarını üzərəm. Sərkərdənin rəngi ağardı. O döyüşçülərinə təslim olma qəbrini verdi. Beləliklə, Yunan əskərləri düşmən üzərində qələbə çaldılar. Çalışma. Burada yeni sözlər üstələmək, cəng arabası, dirəmək, bir göz qırpımında, həlak olmaq, təslim olmaq, rəngi ağarmaq. Çalışma B. Aşağıdakı cümlələri izah edin. Atılan oxlar az qala günəşin qabağını tuturdu. Deməli, bu cümlə bizə oxların çox olduğunu göstərir. Miltad qərara gəldi ki, ilanın başını əssin. Yəni, düşmən ordusunun başını əssin. Bu mənada işlənmiş cümlədir. Çalışma C. Doğru yoxsa yanlış? Miltad Afina ağsaqqallarına verdiyi sözün üstündə durdu. Doğrudur. İkinci. Döyüşdə Yunan əskərlərinin sayı çox idi. Yanlış. Üçüncü. Miltadın cəsurluğu Yunanlara qələbə qazandırdı. Doğru. İran sərkərdəsi Miltada təslim olmadı. Yanlış. Çalışma C. Şəkillərdən istifadə etməklə ikinci abzası genişləndirib nəql edin. Deməli, döyüş meydanında güclü döyüş gedirdi. Əskərlərin bəzisi qılıncla vuruşur, bəzisi ox atır, bəziləri isə nizə ilə vuruşurdular. Əskərlərin səsi, atların nərildisi ətrafı bürümüşdür. Keçək səhifə 66-ya. Mətni oxuyun, suallara cavab verin. 3-cü hissə. Gəlin mətnimizin 3-cü hissəsini oxuyaq. Artıq axşam düşmüşdü. Bugün Afina ağsaqqallarına xəbər çatdırmaq vaxtı idi. Miltad döyüşçüləri başına yığıb dedi. Bilirəm, ağır döyüşdən sonra hamınız yorulmusunuz. Amma bu gecə biz Afinaya qələbə xəbərini çatdırmalıyıq. Kim bunu edə bilər? Gənc bir əskər irəli çıxdı. Mən yaxşı qaçıram. Özüm də Olimpiya oyunlarının qalibi olmuşam. Qoy bu xəbəri mən çatdırım. Gənc əskər qaça-qaça marafondan çıxıb Afinaya tərəf üz tutdu. Afinada qadın və uşaqları şəhərdən çıxarmağa hazırlaşırdılar. Qala gözətçiləri intizarla marafona gedən yola baxırdılar. Birdən ayın zəif işığında kimsə göründü. O qaça-qaça şəhərə yaxınlaşırdı. Gözətçilərdən biri diqqətlə baxıb qışqırdı. Bu ki, Yunan əskəridir. Marafona döyüşməyə getmişdi. Hamı qala qapısından çıxıb əskəri qarşılamağa getdi. Onlar yaxınlaşanda əskər özünü saxlaya bilməyib diz üstə çöktü. Bütün gücünü toplayıb 3 kəlmə deyə bildi. Biz qələbə çaldıq. Yazarı Rafiq İsmailov. Çalışma B. Mətndə Yunan döyüşçüsü qələbə xəbərini paytaxta çatdırmaq üçün 42 kilometr məsafəni dayanmadan qaçır. Təsəvvür edin ki, Qarabağda gedən döyüşlərin birində siz də iştirak etmişsiniz. Siz qələbə xəbərini paytaxt Bakıya hansı informasiya vasitələri ilə çatdırardınız? Deməli, biz bilirik ki, müasir dövrdür hal-hazırda. Müasir dövrümüzdə də qələbə xəbərini telefonla, internetlə tez bir zamanda insanlara çatdıra bilərik. Çalışma C. Mətnin hər bir hissəsinə aid plan tərtib edin və mətnin plan üzrə nəql edin. Bu qruplarla işdir. Yəni, biz bir hissəsini yazaq. Deməli, mətnin birinci hissəsinə aid yaza bilərik ki, Yunanistan və İran arasında müharibə, ağsaqqalların bir yerə yığışıb məsləhətləşməsi, birinci ağsaqqalın təklifi, ikinci ağsaqqalın təklifi, üçüncü ağsaqqalın təklifi, Miltadın etirazı, Miltadın vədi, ağsaqqalların şərti. Deməli, bu plan əsasında mətni tərtib edib nəql etmiş ola bilərik. Bugünkü tapşırıqlarımız isə bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək. Hələlik.